İntensiv yağışlar zamanı müxtəlif ərazilərdə yaranan problemlərin aradan qaldırılması məqsədi ilə iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Xüsusilə rayonlar üzrə su kanal idarələrinin işçi heyəti yığılan suların ərazilərdən çəkilməsi, yağış və kanalizasiya kollektorlarının təmizlənməsi və fəaliyyətinin bərpası istiqamətində müntəzəm və fasiləsiz işlər icra edir. Paytaxtın elə əraziləri var ki, orada xidmətin tullantı su şəbəkəsi mövcud deyil. Hətta sakinlər göl qırağında məskunlaşıb və tullantı sularını həmin gölə axıdırlar. Nəzərə alsaq ki, həm qurun suları, həm də intensiv yağışlar zamanı sular gölə toplanır, nəticədə gölün səviyyəsi artır və sakinlərin həyətləri, evləri su altında qalır. Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən göllərdə bir neçə gün əvvəl intensiv yağışlar nəticəsində suyun səviyyəsi kəskin artıb. Qəsəbənin 1-ci massiv adlanan ərazisində bəzi mənzillər və həyətlər su altında qalıb. İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları operativ olaraq vəziyyəti qiymətləndirərək dərhal xüsusi texnikalarla suyun çəkilməsi işlərinə başlayıblar. Evlərin yaxınlığında yerləşən gölün səviyyəsini azaltmaq məqsədi ilə 2 ədəd 800 mm-lik, 1 ədəd 500 mm-lik təxliyə xətləri və xüsusi su çəkən maşınlar vasitəsilə suyun çəkilməsi həyata keçirilir. İntensiv yağışlar nəticəsində Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən adsız göllərdə suyun səviyyəsi artmışdır. Nəticədə Lökbatan qəsəbəsi 1-ci massivdə yerləşən mənzillərin bir neçəsinin həyətyanı sahəsi və zirzəmilərinə yağış suları daxil olmuşdur. Xüsusi texnikalar vasitəsilə adsız göllər arasında əlaqə təşkil edən keçidlər tərəfimizdən təmizlənmiş, gölün səviyyəsinin, su səviyyəsinin aşağı endirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bundan başqa 1-ci massivdə yerləşən həyət evlərinin zirzəmilərinə və həyətyanı sahələrinə daxil olmuş yağış suları xüsusi texnikalar vasitəsilə çəkilərək kənarlaşdırılır. Hal-hazırda bu istiqamətdə tədbirlərimiz davam etdirilir. Qeyd edək ki, kanalizasiya sistemi mövcud olmayan ərazilərdə ATSEA'nın sifarişi ilə təchizat sisteminin qurulması məqsədi ilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyət və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.